Qatarlar açıldı. Tezbazar Gürcüstana getmək istəyənlər bu deyəcəklərimə diqqətlə qulaq assınlar. Çünki Gürcüstan tərəfinin yeni qaydaları var. Qaydalar nədən ibarət izləyicilər? Deməli, yanvarın 1-dən etibarən Gürcüstan tərəfi ölkəyə gələn hər bir şəxsdən tibbi sığorta tələb edir. Tibbi sığorta nədir? Biz bunu daha çox səyahət sığortası kimi tanıyırıq. Azərbaycanda da mövcuddur. Siz bu sığortanı ya Gürcüstana gedib orada ala bilərsiniz və yaxud da Bakıda elə oturduğunuz yerdən onlayn şəkildə də ala bilərsiniz. Bunun üçün nə edirsiniz? Atəşkəs sığortanın saytına daxil ola bilərsiniz. Digər sığorta şirkətləri də var təbii ki. Saytına daxil olursunuz, orada onlayn formu doldurursunuz və həmin sığortanı əldə etmiş olursunuz. Qeyd edim ki, 3 gün üçün qiymət 7 manat. 1 aylıq əgər səyahət sığortası götürsəniz isə qiymət təqribi 45 manat təşkil edəcək. Amma bir vacib qeyd edim, mütləq sığortanı alan zaman həmin sənədi ingilis dilində tələb edin ki, Gürcüstan tərəfinə də təqdim edə biləsiniz. Bundan əlavə isə üzərinizdə xarici pasportda olmalıdır ki, sənədləşmə zamanı bir problem yaşamayasınız.